Salam dəyərli izləyicilər. Bu gün sizə Göçbatında Sokarın kompleks binalarında belə bir 53 kvadrat ev çəkib təqdim edirəm. Gördüyünüz evinizin giriş dəhlizidir. Giriş dəhlizi çox genişdir bu evdə. Yəni Sokarın binalarında ümumiyyətlə ölçülər çox genişdir. Bu evimizin mətbəx hissəsidir. Əgər istəsəniz buranı studiya mətbəx kimi eləmək olar. Ev 9 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Bu evimizin eyvan hissəsidir. Gördüyünüz kimi kombi aparatı da eyvan sizə quraşdırılıb. Eyvan hissəni cam balkon kimi tədris eləmək yığmaq olur. Mətbəx hissənin də ölçüləri çox genişdir. Bu evdə çox gözəl divar kağızlarından istifadə olunub. Evimiz 53 metr kvadratdır. Bu evin hamamsınız hissəsidir. Ölçülər dediyim kimi çox əladır. Ev çox pozitiv, şirin bir evdir. Kən evin zal hissəsindən tanış edeyim sizi. Bu gördüyünüz evimizin zal hissəsidir. Ev əla bir qiymətə təklif olunur. Sənədləri kupçadır. Evimiz dövlət ipotekasına yararlıdır. Kimsə belə bir evə sahib olmaq istəyirsə, bizlə əlaqə saxlasın, kömək eləyək. Ev 2 otağa çox rahatlıqla, yəni 2 otaq eləmək olar. Hal-hazırda, yəni proyekt gördüyünüz kimi 1 otaqlıdır. Bura, bayaq dediyim kimi giriş dəhlizidir. Təkrar sizə məlumat verim ki, evimizin sənədləri paket kupçadır. Dövlət ipotekasına yararlıdır. İstəsəz əgər evi 2 otaq çox rahatlıqla eləmək mümkündür. Kim belə bir evə sahib olmaq istəyirsə, bizlə əlaqə saxlamağı unutmayın. Sağ olun.